Əgər nar şərab hazırlamaq sizə çətin gəlirsə, bu videodan sonra əminəm ki, çox asan gələcək. Nar şərab hazırlamağın ən çətin hissəsi narın dənəsini təmizləməkdir. Əgər sizin şıra çəkən aparatınız varsa, nar şirəsini çəkmək üçün narı yerə bölüb şirəsini sıxa bilərsiniz. Bazardan alırsınızsa narı, nar almaqdansa şirəni almaq daha məsləhətlidir. Şirəni alıb şirədən də edə bilərsiniz. Məndə nar olduğu üçün mən narı dənələdikdən sonra qaba əlavə edib kartovəzənlə bütün suyunu çıxartdım. Kartovəzənlə suyunu çıxartdıqdan sonra süzgəcdən istifadə edirəm. Süzgəc yardımı ilə suyunu süzürəm. Suyu 2 dəfə süzməkdə fayda var. Mən 2 dəfə süzdüm. Daha sonra nar suyumuzu ocağın orta gözündə tam açıq vəziyyətdə, ağzı açıq vəziyyətdə bişirirəm. Üzərinə gələn kəfi ara-sıra yığıram. Kəfi yığmaq ona görə vacibdir ki, kəfi əgər yığmasa, o zaman nar şərabımız turşuya bilər. Buna görə ara-sıra üzərinin kəfini yığıram. Təxminən mənim 2 litr yarım var idi nar suyu. 40 dəqiqə müddətində qaynadıqdan sonra 450 qram nar suyum qaldı. 450-400 qram arasında. Daha sonra üzərindəki köpüyü təmiz yığdıqdan sonra üzərinə bu cür olmayan yumru qabarcıqlar gəlir. Həmin qabarcıqlar artıq şərabımızın hazır olduğunu göstərir. Dadına baxın, əgər dadında acılıq varsa şəkər əlavə edə bilərsiniz. Mən biraz şəkər tozu, biraz da duz əlavə edib qarışdırır və sonra ocağın altını söndürürəm. Bişməyi bu cürə yoxlayıram. Bir qaba qoyuram. Əgər cız açıram, cız birləşmirsə, deməli bizim mürəbbəmiz, daha doğrusu nar şərabımız hazır olan nar şərabı altını söndürdükdən sonra tam soymasını gözləyirəm. Tam soyduqdan sonra bankalara yığıram. Yaxşıca qaynadıb, daha sonra möhkəm quruluyuram və turşumuzu əlavə edirəm bankaya. Bankaya əlavə etdiyim turşunu həm soyuducuda, həm də sərin bir yerdə saxlaya bilərsiniz. Yəni çöldə saxlaya bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah ki, yeni videolarda görüşənədək, əgər hələ də kanala abunə deyilsinizsə, video ilə məni tanımısınızsa, kanala like atıb abunə olmağı unutmayın. Yorumlarda fikirlərinizi bildirə bilərsiniz. Sizin yorumlarınızı məmnuniyyət hissi ilə cavablayarım. İzlədiyiniz üçün təşəkkür.